imperiyası dövründə. Yaxşı, dedik ki, bizim eran əvvəllərində Parfiya dövləti artıq zəifləməyə doğru getmişdi. Parfiyanın zəifləməsi, yəni mərkəzi hakimiyyətin zəifləməsi, ondan asılı olan ölkələrin də bir növ onun tabirindən çıxma siyasətini gücləndirəcək. Parfiya bu məsələni tez bir zamanda aradan qaldırmaq üçün vaxtilə yerli daxili müstəqillik qoruyub saxlayan dövlətlərin daxili müstəqilliklərini 3-cü əsrdə, 1-ci əsrdən etibarən ləğv eləyir və onlara öz qohumlarından olan, arşaki nümayəndələrinə olan şəxsləri otuzduracaqdı hakimiyyət. Məsəl üçün, deyək ki, hökümdarın əmisinin nəvəsi gedir oturur Atropatena taxtında, başa düşdünüz? Hökümdarın, nə bilim, Parfiya hökümdarın, nə bilim, xalasının nəvəsi gedir oturur Albaniyada, başa düşdünüz? Amma hamısı hansı sülalənin nümayəndəsidir? Arşaki sülaləsinin nümayəndəsidir. Yadınıza qalsın, bunu yəni bu forma bilirsiniz. Bu dövrdə Sasani hakimi Ərdəşin Babəkan üsyan qaldıraraq 224-cü ildə Parfiya dövlətinin varlığına son qoyur. 226-cı ildə isə Sasani dövləti yaradacaqdır. Dövlət 226-651-ci illərə əhatə edir. 227-ci ildə isə Atropatenanı Sasanilər varlığına, yəni işğal edəcək. Atropatena ərazisini. Yazıq, müstəqillik görmədən tezbazar işğal olacaq. Sasani dövlətin yaranması ilə Azərbaycanda və yaxın şərqdə feodalizm quruluşu meydana gələcək. Feodalizm nədir uşaqlar? Vaxtilə mən sizə izah eləmişdim, bir daha izah edeyim. Əvvəl quldarlıqda nə idi? Qulu, mən qulun tərkibində idim. Qulu məni işlədirdi, qarşımda bir tikə çörək verirdi. Bu quldarlıq idi, başa düşdünüz? Tamamilə ondan asılıydı. Ondan icazəsiz hər hansı bir şey eləyə bilməzdi. Amma feodalizmdə mən qulunun torpağında yaşayıram. Qulun torpağını əkirəm və əkdiyim, əldə elədiyim məhsulun bir hissəsini kimə verəm? Quluya verəm. Artıq qulu məni bir tikə çörəyi yox, mən quluya vergi verirəm. Başa düşdünüz? Və mən kəndli oluram, qulu isə torpaq sahibi. Yəni qulu feod olur, qulunun torpağı feodal torpaq adlandırılır. Mən o torpağın üzərində yaşayan şəxs kəndli adlandırılacaq. Azərbaycanda feodalizmlə Avropadakı feodalizm fərqli cəhətlərdir. İndi bunu izah edəcəyik. Ayşə deyək ki, Avropadakı feodaldır, yəni varlı təbəqədir. Qulu isə Azərbaycandakı feodaldır. Nuray Avropadakı kəndlidir, mən isə Azərbaycandakı kəndlidir. Bizdə feodalizm yaranıb 3-cü əsrdə. 19-cu əsrə kimi davam edir. Yəni Avropada yaranıb 5-ci əsrdə, 16-cı əsrə kimi davam edir. İndi daha hansında daha tez yaranacaqdır? Azərbaycanda. Ən gec yaranması Avropada. İndi Azərbaycanda daha neynədir? Tez yarandı. Amma nə vaxt süqut elədi? Gec süqut elədi. Avropada nə vaxt yaranacaqdır? Gec yarandı. Nə vaxt süqut elədi? Tez süqut elədi. Başa düşdünüz fərqi? Azərbaycanda tez yaranıb, gec süqut edir, Avropada gec yaranıb, tez süqut edir. Azərbaycanda daha çox kəsildir feodalizm. Söhbət Azərbaycanda getmir, bütün şərqdən gedir, amma biz özümüz ölkəmizə gedirik. Azərbaycanda feodalların şəxsi təsərrüfatı yoxdur. Yəni, şəxsi təsərrüfat nədir? Torpağı yoxdur. Qulu bugün xidmət edirsə ölkəyə, hökümdar ona nə verir? Torpaq verir. Yox, bir daha, qulaq asın. Normalda bugün Azərbaycan dövlətinə xidmət edənlər maaş alır, düzdür? O dövrdə maaş sistemi yox idi. Qulu deyək ki, mehinə xidmət edir, düzdür? Mehin bunun qarşılığında nə verir? Torpaq verir. Torpağın üstündə kim yaşayırdı? Mən yaşayırdım. İndi qulu torpağı mənə icarəyə verir. Mən icarə istifadə elədiyim müddətcə ona nə verirdi? Vergi verirdim. Qulu bununla da öz dolanışını dolanırdı. Amma kimə xidmət eləyirdi? Dövlətə xidmət edir. İndi dövlətin xidmət müqabilində nə alır? Torpaq. Hansı şərtdən aldı? Dövlətə xidmət müqabilində. Başa düşdünüz? Bugün qulu dövlətə xidmət etməsə bu torpaq nə olacaq? Onun olmayacaq, əlindən alınacaq. Bax, Azərbaycanda feodalın şəxsi təsərrüfatı yoxdur. Bildiniz nə demək istəyirəm? Yəni, bugün qulu xidmət eləmirsə dədəsinin çırağı keçdi. Acından öləcək. Amma Avropada nə idi feodalın? Şəxsi təsərrüfatı var idi.
Yəni istəyir ki, xidmət elədi, eləmədi, onun öz mülkləri var idi. Oranı idarə edə bilirdi. Başa düşdünüz? Bildiniz, burada problem yoxdur. İndi gələk kəndliyə. Azərbaycanda kəndli şəxsi asılı deyildi. Yəni mən qulunu bəyənmirəm, çıxıram gedirəm, Nazlının torpağında yaşayıram. O feodal torpağında yaşayıram. Nazlını bəyənmirəm, gedirəm Hikmətin torpağında yaşayıram. Amma Avropada Nurani ilə bir ixtiyarı yox idi. Ayşənin torpağında təhkimli idi. Həm şəxsi, həm iqtisadi. Yəni köçüb gedə bilməzdi. İcazə yox idi. Ayşə nə dedisə, Nazlı onu eləməli idi. Nuray onu eləməli idi. Başa düşdün nə demək istəyirəm? Yəni Avropada kəndli təhkimli idi, bizdə azad idi, bizdə təhkimçilik olmayıb. Avropada feodalın şəxsi təsərrüfatı var idi, bizdə yox idi. Avropada feodalizm gec yaranıb, tez sübut edib, Azərbaycanda tez yaranıb, gec sübut edib. Amma feodalizmdə belə bir quruluş vardır ki, dövlətlərin zəifləmə səbəblərinin ən bariz nümunəsi nə idi? Dövlət zəiflədikcə, quluya vaxtilə verilən torpaqlar irsən keçməyə başlayır. İrsən keçən torpaqlar da onun daha da güclənməsinə və mərkəzi hakimiyyətə tabe olmamasına gətirib çıxaracaq. Başa düşdünüz? Bu formada olacaq. Feodalizm quruluşunda bir də hansı nüansı verək? Natural təsərrüfat. Uşaqlar, natural təsərrüfat nədir? Deyək ki, qulu Bakı şəhərinin sahibidir, Ayşə Sumqayıtın sahibidir, Nərgiz, deyək ki, Atıram, Şamaxın sahibidir. Özlərinin yaşadığı ərazilərdə, bax, özləri ətlə özlərini təmin edirlər, paltarla təmin edirlər, nə bilim, düyünlə təmin edirlər, hər şeylə təmin edirlər. Onlar sizcə, deyək ki, məsəl üçün, Nərgiz Bakıda gəlib alış-veriş eləyər Bakıda. Çünki niyə? Özləri nə edirlər? Təmin edirlər. Və təmin elədikləri üçün vergi verən təbəqə bütün hər şeyini ərzaqla verir. Deyək ki, mən kəndliyəm, vergini ərzaqla verirəm. Mehim maldar sahibidir, vergini qoyun quzu ilə verir. Deyək ki, Hikmət dabbaqlıqla məşğuldur, ayaqqabı düzəldir, vergini nə ilə verir? Ayaqqabı ilə verir. Belələ feodal özündən məxsus olan tələbatları nə edir? Vergi ilə alır. Bax, bu natural vergidir. Yəni, pul olmayan, məhsula görə alınan vergi sayılacaq. İndi, qulu özünə olan tələbatı ödədiyi üçün qıraq bir yerə çıxa bilir, çıxmağa ehtiyacı var? Yoxdur. Bu da bazarla əlaqəsi olmayan təsərrüfat sahəsidir. Yəni, feodalizm natural təsərrüfata əsaslanan, bazarla əlaqəsi olmayan quruluşdur. Yəni, mən evimdə özümə olan tələbatı ödədiyim üçün digər evdən gedib nəsə almağıma ehtiyac yoxdur. Və digər evi tanımağıma ehtiyac yoxdur. Başa düşdünüz? Vilayətlər arası əlaqələr nədir? Zəifdir, yoxdur, bazarla əlaqəsi yoxdur və çıxır. Məsələn, bu gün Azərbaycan deyək ki, Sabirabadın qarpızı var, düzdür, Atıram. Qubanda alması var. İndi Sabirabadın nəyi yoxdur? Alması yoxdur. Qubanın nəyi yoxdur? Qarpız yoxdur. İndi bunlar bir-birlərini tələb edilmək üçün bazarda birləşib nə etməlidirlər? Alış-veriş etməlidir. Düzdür? Amma feodalizmdə buna ehtiyac yoxdur. Hamının hər şeyi var idi. Öz tələbatını ödəyirdi. Bildiniz? Sasanilər dövründə, artıq gəlirik bura, Sasanilər dövründə xidmət, torpaq mülkiyyət formaları, bunlar əzbərlənməlidir. Dastakert, Xostak. Dastakert feodalın irsi torpağıdır. Ata-babadan qalan torpağıdır. Başa düşdünüz? Əsilzadə. Xostak isə ona xidmət müqabilində verilən torpağıdır. Şərti torpaq mülkiyyət forması. Hansı şərtlə vermişəm? Dövlətə xidmət müqabilində. Bugün xidmət eləməsə o torpağı nə edirəm? Əlindən alacaq. Başa düşdünüz? Vergilər qalanda, vergiyə baxdığımızda, vergi, xarac, məhsul vergisidir. Mən kəndli, torpağımı əkdim, becərdim, buğdanın müəyyən bir hissəsini verirəm. Kimə? Quluya. Bir də dövlət məmuru gəlib ona verir. Başa düşdünüz? Bu forma. Gezid, can vergisidir. Biz indi nə ölkəsi? İslam. Düzdür. Deyək ki, biz şəriətlə idarə olunursa, tamamilə müsəlman qaydalarına əsaslanırıq. Amma bizim tərkibimizdə xristianlar da yaşayır. O xristianlar, biz onların təhlükəsini təmin eləyək deyə, bax, onlar bizə gezid, can vergisini ödəyirlər. Yadınızda qalsın. Başa düşdünüz? Can vergisini ödəyəcək. Kimlər tez çıxacaqsa çıxsın, Etiram sən tez çıxmadın desin. Hazırlığın var desin sənin. Hə, çıx, keçib onu. Sən də tez çıxmadın, hə, tamam. Yaxşı. Hə.
Niyə kəndi həm qulu, həm də dövlət işlədir? Çünki yox. Bəzi kəndlilər var ki, onlar sahibkarın torpağında qalırlar, qulunun torpağında yaşayırlar. Ona görə də qulun torpağında yaşadıkları üçün həm quluya, həm də şeyə vergi verirlər. Dövlətə vergi verirlər. Başa düşdün? Elə kəndlər var ki, onların gələcəkdə keçəcəkdə. Sadəcə indidən mən sizə öyrədirəm ki, siz bilin ki, belə bir proses var. Gələcəkdə mən sizə izah edəndə siz çaşbaş qalmırsınız. İndi gəldik. Sasanilər dövründə Azərbaycan dedi ki, cənubu tamamilə birləşdirilmişdi Sasani bölgəsi, yəni Atropatena. Albaniya isə hələ ki müstəqilini qoruyub saxlayacaq, Albaniya ilə bağlı ayrıca keçirilir. Sən nazımın var, çıx. Başa düşdünüz? Bunlar keçirilir. İndi gəldik nəyə? Sasanilər dövründə mani təlimi yayılacaqdı. Mani təlimi nədir uşaqlar? Mani deyirdi ki, bütün dinlər birləşsin, vahid din olsun. Və bu dinlərdə bir çox dini elementləri birləşdirib vahid din yaratmaq istəyir. Misal üçün atıram, İslamdan namaz qılmağa götürürsən, nə bilim, xristianlıqdan kilsə götürürsən, həll eləyərik. Tamam, sonra həll eləyərik. Yəni bunlar götürürsən və bunlar götürəndən sonra birləşdirirsən və vahid bir din yaradırsan. Başa düşdünüz? Bu bir növ, necə deyim sənə, yəni bütün dinləri birləşdirmək adı altında aparırlar. Maniçilik insanlar arasında bərabərliyi təbliğ edirdi. Yəni hamı bərabər olmalıdır. 5-ci əsrdə isə, bu 3-cü əsrdə yaranır. 5-ci əsrdə məzdəşlər hərəkatı yaranacaq. 481-529. Məzdəki ilə Maninin oxşar cəhəti bərabərlik təbliğ edir. Yəni bütün insanlar nədir? Bərabərdir. Varlı kasıb termini yoxdur. Hamı bərabər. Amma məzdəkilər nəyə inanırdılar? Bu bərabərliyi mübarizə yolu ilə həyata keçirməyə inanırdılar. Savaşla. Ay sağ. Yəni sən da atava ki, hamı bərabər olsun. Sözdə bərabər olmaq lazımdır. Bunun üçün savaşmalısan. Bu cəmiyyəti qurmaq üçün mübarizə aparmalısan. Bax, məzdəklər onu müdafiə edir. Mübarizə apararaq xeyrin şər üzərində qələbəsini inanırlar. Mani deyirdi ki, onsuz da savaşmağa ehtiyac yoxdur. Onsuz da şər həmişə qələbə qazanacaq. Bildiniz, bu siz nəyə bənzəyir? Məsəl üçün, mən onsuz da öləcəm də, neynirəm ki, mən durub işləyim. Mənasında, düzdür. Amma məzdəki deyir ki, hətta bu həyatda öləcəm də, neynirəm var dövlət yığım. Yəni, bu buna bənzəyir. Manilər ki, bu idi. Məzdək deyir ki, yox, elə şey yoxdur. Biz qura bilərik bu cəmiyyəti. Amma bu cəmiyyəti qurmaq üçün sizlər mübarizə aparmalısınız, savaşmalısınız, səylər göstərməlisiniz. Mübarizə aparmayan zaten dildə neyinə? Bax, məsələn, dur de ki, mən universitetə girmək istəyirəm. Oxuma, girəcəksən, hə? Amma girmək üçün gecə yuxusuz qalsan, dərsləri oxusan, nələrsə fəda eləsən, aşıda vaxtını qurban eləsən, hər şeyi qurban eləsən, axırda nə olacaq? Bax, məzdəki mani məsələsi bu idi. İkisi də bərabərlik istəyirdi. Amma mani dedi ki, bərabərlik istəmələn deyil ki, onsuz da şər qələbə qazanacaq. Məzdək deyir ki, yox, mən savaşa bilərəm və qələbəni qazana bilərəm, bərabər hüquq qura bilərəm. Bildiniz? Birinci Qubadın dövründə, Sasani hökmdarı birinci Qubadın dövründə məzdəşlər geniş yayıldı. Niyə? Qubad özü məzdəşləri müdafiə edir. Səbəb nə idi? Məzdəşləri müdafiə eləməkdə səbəb o idi ki, belə deyək də, bu vaxt iri feydalar çox güclənmişdi, Qubadı taxtdan salma ehtimalı yüksəkdir. Qubad da məzdəşlərə güvənərək, belə deyək də, abala, çıxın çöldə gözləyin də. Ramazan, de oğlanlara ki, cəhənnəm olsa çıxsın çöldə gözləsinlər. Hə. Nə deyəcəkdir? Qubad feydalların qarşısını almaq üçün məzdəşləri müdafiə edir və məzdəşləri müdafiə edərək öz hakimini möhkəmləndirməyə çalışır. Amma hətta Qubadın dövründə məzdəkinin göstərişinin Kaspara ambarlar asılacaqdı, taxıl paylansın. Amma Qubad sonradan taxtdan salınacaqdı, sonradan Axun hökmdarı bunu keçəcək. Qubadı təzədən taxta bərpa edəcəkdi və Qubad Axunlarla birlikdə məzdəşlər hərəkatını divan tutacaq. 529-cu ildə 80 min məzdəki edam edəcək. 80 min nəfər. Yəni edam edir və bununla da üsyanı yatıracaq. Bu dövrdə Qubaddan sonra hakimiyyətə 1-ci Xosrov Ənushirvan gəlir. Bəli. Yox, bu yekunlaşır. Xosrov Ənushirvan gəlir. Xosrovun dövründə islahatlar keçiriləcək. Vergi, torpaq, inzibati. Vergi islahatı neyindir? Vergiləri qaydaya salır.
verginin toplanmasını qaydaya salır. Sonra nə edəcək? Vergi məmurlarının əl qolunu yığacaqdır. Vilayət paytaxta gələcək verginin miqdarı dəqiqləşdirəcəkdir və vergi islahatını həyata keçirəcək. Burada qadınlar, qocalar, uşaqlardan can vergisi alınmayacaq. Yəni xristian qadınlarından, xristian qocalarından, xristian uşaqlarından can vergisi almağa ehtiyac olmayacaq. Bir də verginin yığımı torpağın sahəsinə görədir. Misal üçün deyək ki, Nərgiz torpağı əkib 5 hektar torpaq var. Onun 2 hektarı yararlıdır, 3 hektarı yararsızdır. Artıq Xosrovun islahatından sonra mənə maraqlı deyil neçə hektarı yararlı, yararsızdır. Sənin adına 5 hektar torpaq var, hamısının vergisini ödəməlisən. Amma bu kəndlərin vəziyyətini ağırlaşdıracaq. Çünki istifadə eləmədiyi torpağın da vergisini ödəmək məcburiyyətinə qalacaq. Başa düşdünüz? Torpaq islahatı. Boş qalmış torpaqları hərbiçilərə paylayıb, bu isə xostak torpaq mülkiyyət formasını daha da genişlənməsinə gətirib çıxaracaq. İnzibati. Burada uşaqlar çaşdırırlar. Azərbaycanı yox, Sasani imperiyasını 4 qustaqlığa bölür. 4 qustaqlığa bölür və Atropatena Albaniyanı, yəni bütöv Azərbaycanı şimal qustaqlığına daxil edəcək. Qustaqlıq canişinlik deməkdir. Necə ki Sinşuxandı 26, 36 illərdə bölmüşdür. Mannada canişinlikdir. Bax onun kimi. Sonra Sasanilər Azərbaycanda möhkəmlənmək üçün nə edəcəkdir? Köçürmə siyasəti götürürlər. Fars mənşəli əhalini köçürəcəkdilər. Ən çox Azərbaycanın şimal bölgəsindən, bugünkü Şimali Azərbaycana, İran, Bakıya, Xızıya, nə bilim bölgələrə daha çox köçürür. Bir də şimaldan gələn türk axınlarını, yəni şimal dediyimiz bu istiqamətdən gələn türk axınlarını qarşı almaq üçün Şirvan, Dərbənd, Samur səddlərini çəkəcəkdilər. Qala divarları var, Dərbənd qala divarları. Bax, onlar burada çəkirlər ki, şimaldan hücumların qarşısı alınsın. Başa düşdünüz? Bu da sizin Sasani dərsiniz.